Salam dəyərli abituriyentlər. Bugün 9-cu siniflərin fizika suallarının həllinə baxırıq. 31-ci sualda mexaniki gücün vahidi BSD əsas vahidlərlə hansıdır? Bilirik ki, mexaniki güc n bərabərdir A bölünsün T ifadəsinə əsasən işin vahidi joule, zamanın vahidi saniyədir. Bu da bizə 1 watt verir. Biz də buna kiloqram metr kvadratı böl saniyə kubu deyə bilirik. Uyğun variant olur B bəndi. 32-də hansı cihaz və ya cihazlardan istifadə edərək sabit dartı qüvvəsinin işini müəyyən etmək mümkündür? Dartı qüvvəsinin işi A bərabər Fs desək, F dinamometr, S isə xəttkeş və ya ölçü lenti ilə ölçmək mümkündür. O da olur 1, 2, yəni A bəndi. 33-cü sualda tezliyi 6 kHz yayılma sürəti 3 km/saniyə olan mexaniki dalğanın dalğa uzunluğunu hesablayın. Bilirik ki, yayılma sürəti V bərabərdir lambda nü ifadəsinə əsasən bizdən lambda dalğa uzunluğunu soruşur. V bölünsün nü. Burada yayılma sürətini km/saniyə ilə verib. Elə olduğu kimi saxladım. Kilometr böl saniyə. Nü tezliyi isə 6 kHz verib. KHz. Kilolar getdi. 3'ü 6'ya böldük, elədi 2'də 1. Yəni 0,5. Saniyələr də ixtisar gedərsə bizə nə verəcək? 0,5 metr. Yəni A bəndi. 34-də şəkildə təsvir edilmiş n dalğanın dalğa uzunluğunu müəyyən edin. Bilirik ki, n dalğada 2 ən yaxın qabarıq arası məsafə və ya 2 ən yaxın çökəklik arası məsafə dalğa uzunluğuna bərabərdir. Buradan baxsaq 1 bölgü, 2 bölgü, 3, 4, 5, 6, 7, 8 və ya buradan başlayırsa 1, 2, 3, 4, 6, 7, 8 bölgü. Demək ki, dalğa uzunluğu 8 bölgü, hər bölgünü 2 desimetr verib. Bu da elədi neçə? 16 desimetr. Yəni C bəndinə uyğun gəlir. 35-ci sualda gəmidən dərinliyi h olan dənizin dibinə perpendikulyar istiqamətdə göndərilmiş ultrasəs siqnalının gedib qayıtma müddəti hansı ifadə ilə təyin olunur? Bilirik ki, ultrasəs siqnalının gedib qayıtdığı məsafə S bərabərdir VT bölü 2. Burada h ilə ifadə olunub. Bizdən müddəti soruşur. Biz də buradan T-ni tapsaq, olacaq 2h bölünsün V. 2h bölünsün V, B bəndində görürük. 36-da sıxlıqları ρ1 və ρ2 olan bir-birinə qarışmayan mayelər tökülmüş qabda sıxlığı ρ olan cisim şəkildə göstərilən vəziyyətdə tarazlıqdadır. Mayələrin və cismin sıxlıqları arasında hansı münasibət doğrudur? Diqqət eləsək, sıxlığı çox olan ρ2 mayesi qabın dibinə çöküb, sıxlığı az olan ρ1 mayesi üzərindədir. Yəni, bu zaman deyə bilərik ki, ρ mayi 1 kiçikdir ρ mayi 2-dən. Rho sıxlıqlı cisim isə ρ1 mayesinin daxilindədir. Demək ki, ρ cisminin sıxlığı da 1 mayesinin sıxlığına bərabərdir ki, onun daxilində tarazlıqdadır. Yəni, ρ bərabər ρ1, o da bərabər kiçikdir ρ2-dən B bəndinə uyğun gəlir. Suyun qabın dibinə göstərdiyi təzyiq qüvvəsinin su sütununun hündürlüyündən asılılıq qrafiki hansıdır? Bilirik ki, təzyiq qüvvəsi F bərabər PS. Mayenin qabın dibinə göstərdiyi təzyiqin yerinə biz ρ(J)H yaza bilirik. Bu zaman F sütunun hündürlüyündən, yəni H-dan düz mütənasib asılı olur. E bəndi doğru cavabdır. 38-də
Təzyiq qüvvəsinin sabit qiymətində səthin sahəsini 2 dəfə azaltdıqda səthə göstərilən təzyiq necə dəyişər? P bərabərdir F bölünsün S. Təzyiq qüvvəsinin sabit qiymətində F-i sabit verərsə, PS-dən tərs mütənasib asılıdır. Səthin sahəsini 2 dəfə azaltdıqda göstərib ki, S 2 dəfə azalanda P də 2 dəfə artar. Doğru cavab olar 38-də A. 39-cu sualda 5 kiloqram kütləli cisim kerosinə tam batanda 3 kiloqram kerosin sıxışdırıb çıxarır. Bu cismin kerosindəki çəkisini hesablayın. Sıxışdırılan kerosinin kütləsi 3 kiloqramdırsa, demək ki, bunun sıxışdırılmış kerosinin kütləsi, üzr istəyirəm, çəkisi mg desək, oldu 30 Newton. Cismin mg-si isə, cisim deyək, bu da oldu 5 kiloqramdan 50 Newton. Bilirik ki, sıxışdırılmış mayenin çəkisi eyni zamanda Arximedə bərabərdir. Məsələ bizdən soruşur ki, bu cismin kerosindəki çəkisini hesablayın. Yəni mayedə çəki. P maye bərabərdir mg minus F Arximed. mg 50, Arximed yəni sıxışdırılmış kerosinin kütləsi çəkisi isə 30 Newtondur. Fərq də elədi 20 Newton. 40-cı sualda mexanizmin gücünün zamandan asırlıq qrafikinə əsasən 8 saniyə ərzində görülən işi hesablayın. Yenə deyirik ki, mexanizmin gücü M bərabər A böl T. Düsturla qrafik üst-üstə düşmədiyi üçün biz burada fiqurun zaman oxu ilə əmələ gətirdiyi fiqur sahəsinə baxasıyıq. Bu fiqur sahəsi 3 bucaqdır. S fiqur burada işə bərabərdir. Oturacağı 8, hündürlüyü 4-dür. 3 bucağın sahə düsturundan 2-də 4 vurulsun 8. 32 yarısı elədi 16 kilojoule. Yəni doğru cavab D bəndi. 41-ci sualda yerlə qarşılıqlı təsirdə olan cismin potensial enerjisi və cismin kinetik enerjisi üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Yerlə qarşılıqlı təsirdə olan cismin potensial enerjisi deyəndə biz bunu EPC, yəni MGH düsturu, kinetik enerji dedikdə isə MV kvadratı böl 2 yaza bilərik. Yazıb ki, BCD vahidi jouldur. Bəli, hər ikisinin vahidi jouldur. Hər ikisinə uyğundur. Hər ikisi skalyar kəmiyyətdir. 2 də bura uyğun gəlir. Yer səthinə olan hündürlüklə mütənasibdir. MGH düsturuna uyğun üçün 3 bura uyğun gəldi. Cismin öz hərəkəti nəticəsində malik olduğu enerjidir. 4 də bura uyğun gəldi. Yuxarıda 1, 3, 2, aşağıda 1, 2, 3 qurduğuna görə 3, 4, 12. 3, 4, 12 E bəndinə uyğundur. 42-ci sualda 2 maddi nöqtə əks istiqamətdə düz xətli bərabər sürətli hərəkət edir. Birinci maddi nöqtənin yerə nəzərən sürətinin modulu 3 metr saniyə. İkinci maddi nöqtənin yerə nəzərən sürətinin modulu 5 metr saniyə olarsa, İkinci maddi nöqtənin birinciyə nəzərən sürətinin modulunu hesablayın. İkincinin birinciyə nəzərən V2 bərabərdir V2 minus V1. İkincinin yerə nəzərən sürəti 5, üçüncünün yerə nəzərən sürəti isə mənfi 3 metr saniyədə. Topladıq, bu elədi 8 metr bölünsün saniyə. Yəni A bəndinə uyğun gəlir. 43-də uzunluğu 20 cm olan saatın dəqiqə qərəbinin uc nöqtəsinin hansı zaman müddətində yer dəyişməsinin modulu ən böyük olar? Biz bilirik ki, saat məsələlərində yer dəyişmənin ən böyük modulu olan 2R-dir ki, bu da zamanın yarım perioda uyğun zaman anıdır. Saatın dəqiqə qərəbindən danışdığı üçün bilirik ki, dəqiqə qərəbinin periodu 1 saat.
veya 60 dəqiqədir. Burada isə onun yarısını soruşanda bizə deyirik ki, 60 dəqiqə bölünsün 2, o deyir nə qədər? 30 dəqiqə. Yəni D bəndinə uyğun gəlir. 44-cü sualda çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən keçdikdən 6 saniyə sonra K nöqtəsinə çatır. Bu cismin dövrətmə periodunu hesablayın. Bu bərabər sürətli hərəkətdə bərabər zamanda bərabər yol gedir və ya bərabər zamanda bərabər bucaq cızır. AK məsafəsini 6 saniyə dönübsə, A-dan fırlanıb bir də A-ya gələndə 360 dərəcə dönür. Belə bir tənasüb qurarıq ki, 120 dərəcəni 6 saniyə dönübsə, 360 dərəcəni, yəni tam çevrəni perioda dönər. Buradan deyə bilərik ki, period 360 vur 6 böl 120. 120 ilə 360 burada qaldı 3. Bu da elədi 18 saniyə. Bizdən də periodu soruşur. 45-ci sualda cismə tətbiq edilmiş 3 qüvvənin əvəzləyicisinin modulu 12 Newtondur. F2 qüvvəsinin modulunu hesablayın. Biz də bilirik ki, əvəzləyici böyük qüvvə çıxılsın kiçik qüvvə. Kiçik burada 4 tərəfi görürük. O zaman 12 bərabərdir. 9 plus F2 minus 4. Buradan deyə bilərik ki, F2 bərabərdir. 12 plus 4 minus 9. 16, 16-dan da 9 çıxsa, neçə qalar? 7. Qırx-altıncı sualda tarazlıqların çəkisiz yayın yüksüz və yüklə birlikdə vəziyyətləri təsvir edilmişdir. Yayın sərtliyi 100 Nm olarsa, cismin kütləsini hesablayın. Baxırıq ki, yük asılmadan yayın uzunluğu biz buna L0 deyək, 20 cm. Yük asıldıqdan sonra uzunluq olub 26 son uzunluq. Demək ki, bu yayın mütləq uzanması L-L0. Bu da oldu nə qədər? 6 cm. Nəyin hesabına uzandı? Asılmış M kütləli yükün ağırlıq qüvvəsi hesabına. Burada ağırlıq qüvvəsinə biz deformasiya etdirən qüvvə deyə bilərik. Bunun əksinə yönələr F elastik. O zaman deyə bilərik F elastik, yəni Kx bərabər mg. Məsələ bizdən soruşur ki, cismin kütləsini hesablayın. M bərabərdir Kx böl J. K-ya verib 100 Newton bölü metr. X-ə tapdıq 6 cm. Santi 10 üstü mənfi 2. J də 10. Bu sıfırlar getdi. Bu da elədi neçə? Bundan da bu getdi, qaldı 10 üstü mənfi 1. Elədi 0,6 kiloqram. B bəndinə uyğundur. 47-də üfüqi səth üzərində sükunətdə olan cismin çəkisinin onun kütləsindən asılı qrafiki hansıdır? Cisim dayaqla birlikdə sükunətdə və ya bərabər sürətli hərəkətdə olarsa, çəkisi ağırlığa bərabərdir. Yəni P0 bərabər mg. Bu zaman çəki onun kütləsindən düz mütənasib asılı olar. 48. 4 kiloqram kütləli cisim 20 Newton qüvvənin təsiri ilə düz xətli bərabər sürətli hərəkət edir. Cisimlə üfüq arasındakı sürtünmə əmsalını dartı qüvvəsinin və ya sürətin əksinə yönələn qüvvəyə biz sürüşmə, sürtünmə deyə bilərik. Bərabər sürətli hərəkət olduğu üçün əvəzləyici sıfırdır. Bu zaman deyirik ki, dartı qiymətcə sürüşmə, sürtünməyə bərabərdir. Məsələ bizdən sürüşmə, sürtünmə əmsalını soruşur. Bu da olacaq F dartı bölünsün mg. 2-nə 4-ə böldük, elədi 0,5. 49. Qüvvə qolunun qüvvənin modulundan asılılıq diaqramında hansı nöqtəyə qüvvə momentinin ən böyük qiyməti uyğun gəlir? M bərabər FD ifadəsinə əsasən
moment qüvvədən və onun qolu hasilindən düz asılıdır. Demək ki, hər ikisinin ən böyük qiyməti sıfırdan ən uzaq 2 nöqtəsi uyğun gələr. 50-ci sualda yük bloklar sisteminin köməyi ilə 6 desimetr hündürlüyə qaldırılır ipin sərbəst ucunun yer dəyişməsini. Biz buna H yük desək, baxırıq ki, burada bir tərpənən, bir tərpənməz blok var. Sistem qüvvədə 2 dəfə qazanc verir. O zaman F üçün mg bölü 2 deyəndə H ip də 2H yük deyə bilərik. Burada H yükün 6 desimetr olduğunu biliriksə, H ip də 2H yük, yəni 2 vur 6 olacaq 12 desimetr. 51-ci sualda faydalı iş əmsalı 40% olan sadə mexanizmin gördüyü faydalı iş 8 kilocal olarsa tam işi bizdən soruşur. Eta bərabərdir faydalının tama nisbəti. Hər tərəfi 100-ə bölsək, etanın yerinə 0,4. Faydalı işi verib 8 kilocal. Tamı kilocolunu soruşduğu üçün çevirmədik. Buradan deyə bilərik, tam iş 8 bölü 0,4. Yəni 80-i də 4-ə böldük. Elədi 20 kilocal. Bəndi. 52. Mühərrikin gücünün sabit qiymətində dartı qüvvəsinin cismin sürətindən asılılıq qrafiki hansıdır? M bərabər A bölü T-dən M bərabər F ifadəsini ala bilirik. Buradan F bərabərdir M bölünsün V. Gücün sabit qiymətində F-dən tərs mütənasib asılıdır. C bəndi olar. 53-də 8 Newton əvəzləyici qüvvənin təsiri ilə 2 metr saniyə kvadratı düz xətli bərabər təcili hərəkətlənən cismin kütləsini kiloqram ilə ifadə edin. Newtonun ikinci qanununa əsasən F əvəzləyici bərabər MA. Buradan M bərabərdir F əvəzləyici böl A. Əvəzləyici qüvvə 8 Newton, təcili 2 metr saniyə kvadratı eləyər 4 kiloqram. 54-də hansı qrafiklər düz xətli bərabər yeyinləşən hərəkətə uyğundur? Yeyinləşən o deməkdir ki, sürət qrafikində qrafik zaman oxundan uzaqlaşır. Bu, bərabər sürətli, bərabər yeyinləşən, yavaşlayan zaman oxuna yaxınlaşır. Sükunət, bu da yeyinləşəndir. Yəni, doğru cavab oldu 2, 5. 55-də açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Sıxlığı mayının sıxlığından olan cismin müəyyən hissəsi mayda batmaqla üzür. Demək ki, bu cismin sıxlığı mayının sıxlığından kiçik olmalıdır. Bura uyğun gələr 4. Mayedə üzən cismə təsir edən Arximed qüvvəsi modulca ağırlıq qüvvəsinə bərabərdir. Bura uyğun gəldi 1. Demək 4 getdi, 1 getdi. Bərabər olur. Sıxlığı mayenin sıxlığından olan cismin mayeda batır. Cismin sıxlığı mayenin sıxlığından böyük olarsa 2 də bura uyğun gəldi. Mayeda tam batmış cismin çəkisi onun vakuumdakı çəkisindən Arximed qədər azdır. P maye bərabər mg minus F Arximed düsturuna əsasən. Ardıcıllıq 4, 1, 2, 3. 56-da yer səthindən müəyyən hündürlükdən sərbəst düşən cismin potensial enerjisinin kinetikdən asılılıq qrafiki verilmişdir. Bu cismin yerə dəyən anda kinetik enerjisini joule ilə hesablayın. Baxırıq ki, tutaq ki, A nöqtəsində cismin potensialı 500, kinetiki 400. Demək ki, A nöqtəsindəki tam enerjisi oldu nə qədər? 900 joule. Buradakı B nöqtəsində yenə cismin potensial enerjisi
yerə doğru yaxınlaşdığı üçün 100, sürəti artdığı üçün kinetiki artıb oldu 800. İkisinin cəmi bizə tam enerji verdi. Bu da oldu nə qədər? 900 joule. Yəni havanın müqaviməti nəzərə alınmırsa, xarici təsirlər yoxdursa tam enerji sabitdir. Buradakı K nöqtəsində də tam enerji 900, buradakı C nöqtəsində də tam enerji yenə nə qədərdir? 900 joule-dur. Bu cismin yerə dəyən anda, cisim yerə dəyən anda bilirik ki, hündürlük yoxdur, potensial yoxdur, tam enerji elə onun kinetikinə, maksimalına bərabərdir. Həmin maksimalda nə qədərdir? 900 joule. 57-ci sualda mail müstəvi üzərində sükunətdə olan cismə təsir edən ağırlıq qüvvəsi 4 istiqamətdə, dayağın reaksiya qüvvəsi MG-nin perpendikulyar qolunun hesabına 2 istiqamətdə, sükunət sürtünmə isə aşağı dartan qolun hesabına əks yönəlir, yəni 3 istiqamətdə F sükunət yönələr. Demək ki, ağırlıq qüvvəsi 4 istiqamətdə, yəni ağırlığa uyğun gələr D. Dayağın reaksiya qüvvəsi 2, yəni buna uyğun gələr B. Sükunət də 1 istiqamətdə, buna uyğun gələr A. 58-ci sualda yaya bərk edilmiş cisim O tarazlıq nöqtəsi ətrafında rəqs edir. K kənar vəziyyətindən O tarazlıq vəziyyətinə qədər cismin necə hərəkət etdiyini yazın. Dəyərli şagirdlər, bilirik ki, K kənar nöqtədir. Burada sürət 0, çünki cisim yayı sıxıb burada ani dayanıb. Maksimum sıxıldığı üçün elastikliyi maksimum, təcili də maksimumdur. Tarazlıq nöqtəsinə gələndə yay maksimum açıldığı üçün burada elastiklik qüvvəsi 0 olur. Təcil də 0 olur, əvəzləyici də 0 olur. Yay təmiz açıldığı üçün maksimum sürət qazanır. Sürəti burada maksimum olur. Demək ki, K nöqtəsindən O nöqtəsinə doğru hərəkətdə cismin sürəti 0-dan maksimala doğru artır. Biz buna deyirik yeyinləşən. Təcili isə maksimaldan 0-a doğru azalır. Yəni biz buna deyəcəyik azalan təcillə yeyinləşən. 59-da yaya bərk edilmiş cisim O tarazlıq nöqtəsi tərəfində rəqs edir. K kənar vəziyyətindən hərəkətə başlayan bu cismin 1,5 T müddətində getdiyi yolu hesablayın. Bilirik ki, K və L nöqtələri, məsələn, qeyd elədiyi kimi kənar nöqtələr, amplitud nöqtələr, O nöqtəsi isə tarazlıq nöqtəsidir. Cismin K-dan çıxıb L-ə, bir də K-ya qayıtdığı müddət bir perioddur. Burada diqqət eləsək, 4 amplitud məsafə qət edir. Məsələ isə 1,5 T-dən, yəni 1,5 T-də isə 6 amplitud məsafə qət edir. Demək ki, bunun 1,5 T-də getdiyi yol 6 amplituddur. Baxırıq ki, bunun amplitud məsafəsi nə qədərdir? KO və ya OL desək, 20-dən 35-ə 15 və ya 35-dən 50-yə 15 santimetr. Demək ki, bunun getdiyi yol, məsələdə bizdən yolu soruşur, 6 amplitud, 6 vur 15 santimetrdir. O da 60 eləyər nə qədər? 90 santimetr və ya 0,9 metr. 60-cı sualda sıxlığı suyun sıxlığından çox olan Rho cisim böyükdür Rho maye. MJ böyükdür F Arximed. Sıxlığı suyun sıxlığından çox olan kub formalı bərk cisim bərabər sürətlə suda batırılır. A vəziyyətindən B vəziyyətinə çatana qədər bu cismə təsir edən Arximed qüvvəsinin zamandan asılı qrafiki hansıdır? A vəziyyətində cismin suya toxunmadığı üçün suyun ona göstərdiyi Arximedi 0 qəbul eləsək, A halından B halına getdikcə
batan hissəsi tədricən artır. Tədricən artdığı üçün cisim tam batana qədər, yəni tutaq ki, cisim bu vəziyyətə alıb, bunun Arximedi artır. Bu nöqtədən sonra isə cisim tamamilə sudadır. Ondan sonra Arximedi bu cür sabit qalar. Çünki Arximed tam batmış cismin Arximed qüvvəsi batma dərinliyindən asılı deyil. 4-cü qrupların 88-ci sualına baxıraq. Öncə şərti deyir ki bizə, sərtliyi 200 Nm olan yaya bərkidilmiş 200 qram kütləli cisim o tarazlıq nöqtəsi tərəfində rəqs edir. K və L kənar nöqtələrdir, yəni amplitud nöqtələrdir. Sürtünmə və havanın müqaviməti nəzərə alınmır. Diqqət eləsək, KO və ya OL məsafəsi amplitud məsafəsidir və buradan yenə 15 sm olduğunu görürük. 88-də bizə deyir, K vəziyyətindən O vəziyyətinə çatana qədər cismin necə hərəkət etdiyini yazın. Az öncə birinci qruplarda dediyimiz kimi amplituddan tarazlığa doğru hərəkət azalan təcillə yeyinləşəndir. Eynisini birinci qruplarda dedik. 89-da 1.5 t müddətində yenə 1.5 t-də 4 amplitud məsafə qət edirdisə, 1.5 t-də 6 amplitud məsafə qət edir. Bu da bunun getdiyi yoldur. Bu da 1 amplitudu 15 sm olduğuna görə eləyir nə qədər? 90 sm. 90-cı sualda o tarazlıq vəziyyətindən keçən andan el kənar vəziyyətinə çatana qədər cismin kinetik enerjisinin yayın potensial enerjisindən asılılıq qrafikini çəkin.